Ən sağlam ət növü bəlli oldu. Son araşdırmaların nəticələrinə görə nə mal əti, nə qoyun, nə də quzu əti deyil, ən sağlam qırmızı ət keçi ətidir. Sağlamazın məlumatına görə mütəxəssislər bildirir ki, keçi əti az yağ tərkibi, yüksək qida dəyəri və asan həzm olunması ilə digər ət növlərini geridə qoyur. Keçi əti qırmızı ət kateqoriyasında ən aşağı yağ və kalori səviyyəsinə malikdir. Bu xüsusiyyət onu həm ürək sağlamlığını qoruyanlar, həm də çəkisini idarə etmək istəyənlər üçün ideal edir. Britaniyalı diyetoloq doktor Matthew Smith qeyd edir ki, keçi ətinin lif və zülal quruluşu daha yüngüldür. Buna görə də mədəyə yük salmır və digər ətlərə nisbətən daha tez həzm olunur. Mütəxəssislər bildirirlər ki, keçi əti zülal, dəmir, B12 vitamini və sink baxımından olduqca zəngindir. Bu maddələr enerji səviyyəsini artırır, immuniteti gücləndirir və əzələ sağlamlığını dəstəkləyir. Digər az bilinən fakt isə keçi ətinin digər ətlərə nisbətən allergik reaksiyalar riskinin daha aşağı olmasıdır. Araşdırmalara görə hətta mal və ya quzu ətinə qarşı həssaslığı olan bəzi insanlar keçi ətini problemsiz şəkildə yeyə bilərlər. Ekspertlərin vurğuladığı yeganə diqqət yetirilməli məqam bişirmə üsuludur. Aşağı yağ tərkibi ətin tez sərtləşməsinə səbəb ola bilər. Ona görə də keçi ətinin aşağı temperaturda uzun müddət və nəmli şəraitdə bişirilməsi tövsiyə olunur.